Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Musiqi bazarı yoxdur. Bazar onda olar ki, bəstəkarlardan mahnı alarlar. Bazar çoxdan dağıdılıb. Bayağı deməzdim, tərbiyəsiz deyərdim. Bayağı onun yanında hörmətli musiqidir. Bakı Postaz Pravdaza istinadla xəbər verir ki, bunu AFAQla onlar verilişində əməkdar artist Elza Seyidcahan bildirib. Qara Qarayev bu dəhşəti bilsəydi, bunu bayağı adlandırmazdı, başqa termin deyərdi. Çox biabırçı, tərbiyəsizlikdir. Sənətkarlar pula satılırlar, yalandan tərifləyirlər. Cəsarətləri qalmayıb, cəsarət bizik, əzm də bizdədir. Sənətimizi qoruyuruq, ailəmizi də saxlayırıq. Həm anayıq, həm övlad, həm də nənəyik. Səhnədə öz yerimiz var, heç vaxt satılmadıq. Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərdilik olmalıdır. Anam bizə elə tərbiyə verib ki, milyon kişinin içində otura bilərəm. Amma mən orada özümü qorumalıyam, sənətçi qeyd edib.